Salam dostlar. eFootball 2025'də eFootball ligində birinci oyunumuzdur. Galatasaray vs Beşiktaş atacaq. Mən Beşiktaşım təbii ki. Darwin'in aşağı başı baxır. Məncə Şevçenko ora qoyaq. Bizim kadromuz belədir. Rəqibin kadrosuna baxaq. Yeni Cruyff alıb. Enrik, David Villa 104 olur məncə. Niyə? Yəqin özel basım eləyib. Tony Adams 102 olur. Theo Hernandez 99 olur. Bəzi oyuncular da deyəsən yeni basım eləyib. Messi məsələn 102 ola bilər. Bilmirəm Cruyff'da olur yoxsa yox. Montabayada da oluyor. Sonra Foden, Mbappe oyunlar ikisi də 101 olur. Baxaq. Rəqibimiz də hazır versə başlayacağız onu inşallah. Rəqibimizə də buradan uğurlar. Yaxşı olan qazansın inşallah. Haydi maça keçək. Rəqibimiz də Azərbaycanlıymış və Xəzər Lənkəran komandasını tutur. Azərbaycan liqasında, əvvəlki Azərbaycan liqasında. Nə yazıq ki, Xəzər Lənkəran liqamızda iştirak etməli. Amma iştirak etsəz çox yaxşı olacaq. Onun yeni güncəlləndiyinə görə yaxşı oldu məncə. Çünki pas olmayan oyuncular bəziləri çox yaxşı paslar ata bilirdi. İndi deyəcəksiniz Rüdigerdə də pas yoxdur, amma Rüdigerdə becəri antrenman eləmişəm, ona görə yaxşı pas atır. Buradan atarsan, amma bombaz olmadığına baxmayaraq Del Piero çox yaxşı plaselər vurur mənim fikrimdə. Burada biraz çox bastığıma görə yuxarıdan getdi, amma mənim fikrimdə çox yaxşı plaselər vurur. Bomba çıxartıb işlətməmişəm, amma işlədənlərdə maraqlanmışam, deyirlər ki çox yaxşıdır. Son kimi olmasa da, amma yaxşıdır. Trent, Rüdiger səndədir. Səndə də o top. Beckham, əla. Haydi tez başladık ya. Rüdiger, TikTok aydan çıxa bilərikmi? Ruben Diaz, Belletti, Salah qaçsa, Salah, Kevin De Bruyne və qol. Qapçımızdan bura kimi gəldik və qolumuzu atdıq. Gözəl qol idi mənim fikrimdə. Taktikal olaraq. Wesley Sneijder, Beckham, Kevin De Bruyne, Şevçenko, amma gəlmədi Şevçenko top. Rüdiger indirərsən. Kevin De Bruyne də əla indirdi Pedri'yə qarşı. Kevin De Bruyne, Salah qaç. Şevçenko'yu ortalayayım yoxsa Belletti atım. Şevçenko, kəllə. Ay. Neuer sən neyin əldin? Amma orada müdafiədə məncə səhvli olduğuna görə qol yedi. Amma Neuer tək başına çox yaxşı oynadı. Orada bəlkə qaqaş sürüşməsəydi qol yeməmiş olardı. Belletti o tərəfi tut. Ruben Diaz səndə. Rüdiger indirərsən. Del Piero tatdın. Eybi yoxdur. Yenə bizdədir, amma indi bizdə deyil. Rüdiger, əla. Del Piero. Vili. Bir dənə çalım. Olmadı. Rüdiger indirərsən.
Kevin De Bruyne. İstədiyimizi əldə eləyə bilmirəm. Öndə olmağımıza baxmayaraq istədiyimi eləyə bilmirəm. Beckham'dan qəşəng pas deyəcək. Rəqibdən çox böyük səhvlik gəldi. Qol gələcəkmi? Yox. Buradan bir dənə plase gələrmi? Del Piero'nun önündə qaldı və qol. Neuer yaxşı oynayır, amma orada mənim fikrimcə səhv tikdirdi və Del Piero'nun qabağına gəldi top. Snyder Rafinha'ya ama koymadı Petit ve top bizde de hakim değil. Böyle pas. Kaptıya pas. Sancho geçsin kaptın yanına. Belli etti. Kevin De Bruyne. Haydi Vinicius. Del Piero'ya pas atı ve yaxud Shevchenko. Ve aldık mı? Hakim niye bitirdin? Orada şut atabildin. Eserlence. Biz bir gözlüğe rakibimiz hazır versin. Haydi ikinci yarı başladı. Shevchenko'nun vuruşuyla Kevin De Bruyne'ye pas gelmemedi. Olso oyunu saldı rakip. David Villa çıxartdı onun yerine Messi'yi oyuna aldı. Salah indirə bilərsənmi? Yox. Kevin De Bruyne, Adams, Hernandez. Kevin De Bruyne'dan Shevchenko'ya ama biraz çok pis pas alındı. Biraz da yok. Rüdiger ne? Ruben Diaz'ın orada səhvli oldu yoksa Rüdiger'in? Rakip izletmedi, eybi yoktu. Del Piero kaç? Bir de gidiyorsun göre üçüncü yarı istədiklərimiz olmur deyəsən. Qəşəng sürüşdüm. Hə, Salah bomboş. Shevchenko. Oradan Vini atsaq, ortalasaq. Vini və gol. Yaxşı gəldi yüzümə. Orada Hernandez qabaq keçdiyinə görə Salah boşda qaldı və məncə yaxşı gol oldu. Firmino. Rəqibdə də oyuncular səhvli eləməyə başladı. Shevchenko bomboş. Biraz uzaqdan vuraq, amma Arajo koymadı, icazə vermədi vurmağa. Olso bomboşdur. Ortalayacaq məncə və yaxud şut vuracaq. Az qala Messi'dən kəllə qolu yerdi, dirəyə dəyməsəydi bəxti. Shevchenko da qastlayacaqdım, amma Kevin De Bruyne'ın pası. Del Piero'dan Vini'yə amma çox bərk pas verdi. Snyder ondan irəliyə Foden tərəfə, amma Degia çıxdı qapısından götürdü topu. Petit endirərsən. Del Piero bir dənə salmat. Del Piero icazə vermədilər. Bir dənə də yoxlayaq, salmatıq sonra yoxlayaq. Yox, icazə vermədilər yenə. Rüdiger səndə. Beckham. Beckham'dan belli etti. Muhammed Salah. Del Piero atmaq istedi, alınmadı. Petit Firmino tut. Və yaxud Foden'u tutun. Əla Petit. İcazə vermədi top geçsin. Əla oynayır hələ ki oyuncularım. Bir dənə qolda səhv oldular, amma eybi yoxdur.
Snyder. Yok. Kevin De Bruyne indirersen. Salah yine boşladı diyesen. Shevchenko. Salım alınmadı. Rəqibdə də müdafiədə Araujo yaxşı oynayır. Kevin De Bruyne deyil ama yine de top bizdədir. Beckham. Beckham'dan bir dənə uzaqdan zərbə. Ama top qapıya getmədi. 91-ci dəqiqələr oynanır. Yəqin ki qalib olduq biz. Rəqib başladı. Rüdiger'e indirərsən. Rüdiger Foden'a qarşı biraz zorlandı deyəsən. Və bitti. İlk oyunumuzda utduq. Rəqibin də əllərinə sağlıq. Zəhmət olmazsa kanala abunə olub və video like atmayı unutmayın. Sağ olun, görüşənədək.